İbn Teymiyye'nin kitabıdır Minhac-ı Sünne fi naqd kelam-ı Şiə. Şiənin gətirdiyi dəlilləri batil eləmək üçün Peyğəmbər sünnəsinin yolu. Yox. Bu özündə belə güman eləyir ki, cavab verir. Eyb eləməz. Deməli, bu çapla ikinci cilddə səhifə 347-də buyurur. Salavat zikr elə Muhammed var mı? Kəlmələrə diqqət edin. Görürüz, kəlmələrlə bu alim necə oynayır. Bəl təməkkənə ulaikə zələmətu və tuğat min sıbtı Rasulillah həttə qətəluhu məzlumən şəhida. Bir zülümkarlar İmam Hüseyni, Peyğəmbərin nəvəsini məzlum halda şəhadətə yetirdilər. Gözəl sözdür. Çox gözəl sözdür və həqiqətidir. Və kənə fi xurucihi və qətlihi minəl fəsad ma ləm yəkun yəhsullu qa'də fi bələdihi. Deyir ki, əgər Hüseyin evində otursaydı, onun xeyri Kərbəla gəlməyindən daha çox olardı. Şəhid olub, sözə baxın, yəni bu alim biraz fikirləşməlidir. Şəhid olubsa, şəhidin hər addımı nə sayılacaq? Xeyir, savab, Allah razılığı. Deyir, evində otursaydı, Kərbəlaya gəlməyindən daha çox xeyirli olar. Demir ha, gəlməyi şərdir. Deyir, evində oturmağı Kərbəlaya gəlməyindən daha çox xeyirli olardı. Yaxşı, eyb eləməz. فَإِنَّمَا قَصَدَهُ مِنْ تَحْسِلِ الْخَيْرِ وَدَفْعِ الشَّرِ لَمْ يَحْسُلْ مِنْهُ شَيْءٍ. Deyir, Hüseyin istəyirdi ki, həyata xeyir keçirsin və şəri dəf eləsin. Amma bunun məqsədinin heç biri həyata keçmədi. Yəni İmam Hüseyin əleyhissalamın zəhməti nə oldu? Gedib bada. İndi biz aşura keçirməyək. Sabahları cavanlar bu kitabın tərcüməsini oxuyacaqlar. Çalışırlar var gücləri ilə. Qədim kitabdır, imam, mühəddis yanına 100 dənə ad qoyub həcmindən böyüdürlər. Ağa buyurur ki, Hüseyin xeyr istəyirdi, şəri dəf eləmək istəyirdi, yaxşı adam idi, amma heç biri alınmadı. Yəni burada oturmuşsunuz boş-boşuna. Mənasız bir məclisə yığışmışsınız. Bu qiyamın sahibi heç nə eləyə bilməyib, yaxşı, xeyr alınmadı, şəri dəf eləyə bilmədi. Bəs nə oldu? Bəlzədə şərru fi xurucihi və qətlihi. Onun bu qiyamında Mədinədən, Məkkədən, Kərbəlaya gəlməsində şər artdı. Şər nə oldu? Artdı. Zadə şərru bi xurucihi. Hüseynin qiyam eləməsi ilə şər nə oldu? Artdı. Və nəqasal xeyru bidalik. Hüseynin qiyamı ilə xeyr azaldı. Və sara səbəbən li şərrin azim. Əzəmətli bir şərin yaranmasına bu Hüseyin nə oldu? Səbəbkar oldu. Və kənə qətlül Hüseyin mimmə əvcəbəl fitən. Hüseynin qətli fitnələrin yaranmasına səbəb oldu. Bu Qəzali deyir ki, dilüyə gətirmə nə vardır? Haramdır. Bu deyir, bu cürətlidir ondan, Qəzalidən ki, elə vəziyyətin çətinləşməsi, şərrin yaranmasının səbəbkarı Hüseyin. Nəuzu billah.